Bu da bizə sadəcə olaraq ümumi bir mənzərə verir. Ölçü meyar əsasında əgər yenə danışsaq, bizə bədən ölçülərimiz çox böyük bir cavab verə bilir. Mən bunu proqramlarımda, anket dəyərləndirmələrimdə xüsusi edirəm və bir də bunu da xüsusi olaraq qeyd edim ki, mən proqram iştirakçılarımın bədən formasının dəyişilməsində hansı ideal kilo onun üçün yaxşıdır hesablamalarını aparanda biz bu hesablamalardan yox, tamamilə özümüzə məxsus olan bədənin pi və əzələ kütləsinin analizindən yola çıxırıq. Çünki ən doğru nəticəni bizə məhz o verir. Və yaxud da siz çox qısa bir şəkildə bədəninizin pi əzələ balansını heç bir şəkildə, yəni bizim hesablamalarımız yox, özünüz üçün bir mənzərə tapmaq istəyirsinizsə, bu üsuldan da istifadə edə bilərsiniz. Bel çevrəniz, yəni belinizin ən incə yerinin çevrəsini metrə ilə ölçürsünüz. Daha sonra çanağınızın dairəvi bir şəkildə metrə ilə ölçürsünüz və hər iki ölçünü qarşılaşdırırsınız.